Daha bir nəfər azaldıq. Bu günləri Cəlilabad rayonunun Göytəpə kəndindən olan Kərbəlayı Pərviz qardaşımız, Qazi Kərbəlayı Pərviz qardaşımız uqsuz sərək həyatına son qoydu. Verilən məlumatlar, ilkin olaraq məlumatlar odur ki, Kərbəlayı qardaşımızın zamanında əlillik dərəcəsi olub, səhv etmirəmsə əlillik dərəcəsi sonradan kəsilib. Və Kərbəlayı qardaşımızın çox miqdarda mənə gələn məlumatlar odur ki, çox miqdarda borcu olub. Əziz qardaşlarım, dəfələrlə demişəm, intihar çıxış yolu deyil. Əgər siz düşünürsünüzsə ki, intihar edərək problemləri dəf etmiş olacaqsınız, bu yanlışdır. Mübarizə edərək problemlərin öhdəsindən gəlmək olur. İntihar edərək siz yalnız özünüzün Allahın sizə verdiyi cana qəsd edirsiniz və yaxınlarınıza əziyyət verirsiniz. Allah sizi o 44 günlük vətən müharibəsində lazımi təhlükələrdən, kifayət qədər təhlükələrdən qoruyaraq sizə qazilik statusunu verdi. Amma siz Allahın o verdiyi cana qıymaqla Allaha da isyan etmiş olursunuz. Allah günahlarını bağışlasın və ümid edirəm ki, bir daha mənə hansısa qazi qardaşımın intihar etmə xəbərini paylaşmaq nəsib olmaz.